bax. Öz təəssüratlarınızı bölüşün. Çox qəşəngdir. Mən də fəxr edirəm. Həqiqətən qürur duydum. Bəli. İlk röportajımızı vereceğim. Bəyliyim. Gedək deyirsən. Bugün dərsə getmək yoxdur. Uşaqlar deməli parad başa çatdı. Biz geri qayıdırıq. Birazdan flash mob olacaq. Flash mobun keçirildiyi əraziyə doğru gedirik. Həqiqətən çox gözəl idi. 2020-ci ilin dekabr tarixində keçirilən parada baxanda çox istəmişdim olmaq. Bugün 5 ildən sonra arzum gerçəkləşdi. Qarabağın zəfərini Qarabağda qeyd etdik və Qarabağ Universitetinin tələbəsi olaraq həqiqətən də çox xoşbəxtəm. Mən buradan Ali Baş Komandanımıza təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət arzulayıram. Qazilərimizə də uzun ömür, can sağlığı. Bugün buradayıqsa həmişə qeyd etdiyim kimi onların sayəsində buradayıq. Bunu heç vaxt unutmuram. Hər addımda bunu hiss edirəm. Çox qəşəng gündür bugün. Çatdıq axır düzlüyə. Uşaqlar baya yol qət eləmişik bu arada. Dəyər. Bəli, dəyər. Hava da çox qəşəngdir. Yəni sanki paradın olacağını hiss edib işıldayır. Yəni günəş belə bizim zəfərimizi dəstəkləyir, təbrik edir. Qızlar necə idi? Təəssüratlarınızı bölüşün. Hər şey çox möhtəşəm idi. Zəfər günü Sonra zəfər günümüz mübarək 2 gün qabaqdan qeyd edirik. Xankəndə öncəliyi. Xüsusilik. Bəli. Yaman. zəfərlə Necə idi? Perfektdir. Bəli dostlar. Uşaqlar bugün sevincində müəyyən bir arzular var idi ki, gerçəkləşdi. Eyni şəkildə mənim də. Hansı arzuların idi sevinc onlar? Deməli ilk dəfə zəfər paradı keçirilən gün daha doğrusu 2020-ci ilin 10 dekabrı ən böyük arzularımın biri parada getməkdir. Bayaq onu mən də qeyd elədim. Hə. Və 5 ildən sonra məhz o arzumu Qarabağda reallaşdırmaq ayrı bir hiss idi. Qarabağlı olaraq, Evet. Qarabağ Universitetinin tələbəsi olaraq, Qarabağın zəfərini qeyd edərək və Qarabağda qeyd edərək. Sevincin, vətən sevgisi şokamı dostlar. Flaşma bu əraziyə çalışır dostlar. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.